Demək materiklərin relyefini keçmişdik. Hansı materiklər idi keçdiyimiz materiklər? Avrasya, Avropa, Kavkaz, Asya, Avustralya, Avustralya, Antarktida. Antarktida, Avrasiya, Avstraliya, Şimali Amerika, Cənubi Amerika falan da bölün keçəcək. Afrika qalıb. Hı. Demək, Cənubi Bəli, Amerika, Afrika. Şimali Amerika, Afrika. Onlar da bölün keçəcək. Aydındır. Yaxşı. Demək, ilk öncə keçdiyimiz materiklərin xüsusiyyətlərini qeyd eləyək. Onlara aid olan əlamətləri qeyd eləyək. Sonra demək, başlayaq digər keçmədiyimiz materiklərə. Birinci, materiklərin xüsusiyyətlərinə aid olan xəritələr açaq. Bilirsiniz də bu mövzu 9-cu sinifin coğrafiya dərsliyindədir. Əsasən biz oradan lazım olan məlumatları əldə edəcəyik. Birinci başlayaq Avropa ərazisindən. Görək Avropada öyrəndiyiniz məlumatlar hansılardır? Onları qeyd edək ilk öncə. Bir dəqiqə indi paylaşıram sizinlə. Salam əleykum. Salam, salam. Demək, dedik ki, Avropanın relyefini keçməliyik. Daha doğrusu soruşmalıyam. Bir dəqiqə açıram. Və salam. Avropanın relyefi haqqında kim bizə məlumat verə bilər? Yəni, region olaraq hissə-hissə soruşacağım. Birinci kim başlamaq istəyir? Mənim Rasim, Müəllim, buyur. bəli. Rasim, Müəllim, Avropa Avropa, nəsə izah eləmək istəyirsən? Avropa bəli. neçə regiona mən bölünür? də izah edə bilərəm. Avropa qitəsi əsasən 5 yerə bölünür. Mərkəzi, şimali, orta, Qərbi. qərbi və şərqi olaraq 5 yerə bölünür. Deməli, şimali Avropa, Fiziki olaraq Skandinaviya, Avropanın ərazilərinə baxaq burada, Rasim. Şimali Avropa, Mərkəzi Avropa, Cənubi Avropa Mərkəzi və Avropa, Şərqi Avropa. Cənubi Avropa. Və neçə region oldu? 5 region. Burada neçə regionu Düzdür. dərslikdə? Müəllim, Hı -hı. sarı ilə göstərilən zona Şimali Avropadır. Şimali Avropada hansı ərazilər yerləşir? Onları Mənim Skandinaviya yerləşir, Finlandiya, bax İsveç, zəhmət Norveç, olmasa kameranı, Skandinaviya. Danimarka. kameranı o şəkildə qeyd elə. Oldu mən. Hı -hı. Demək, hansı ərazilər idi, Rasim? Müəllim, İsveç, Norveç, Finlandiya, Estoniya, Biraz Litva, geç otura bilərəm, kutan gəlin. Demək, bir də mən Danimarka, İslandiya. İslandiya. İslandiya buradadır təbii ki. Bəli, Danimarka bu Yutulandiya yarımadasında yerləşir. Bu İslandiya. Avropanın aşağı hissəsindədir. Bəli. Şimali Avropanın cənub hissəsində bu Yutulandiya çıxıntısı var burada, yarımada orada yerləşir. Demək, burada bu hissədə Latviya, Litva, Estoniya kimi ərazilər görürsünüz. Finlandiya bu hissədə və İsveç ilə Norveç əraziləri məhz Skandinaviya yarımadasını əhatə etmiş olur. Yaxşı. Bizə Şimali Avropa haqqında məlumat ver. Görək Şimali Avropanın relyefi necədir? Onun formalaşmasına hansı qüvvələr təsir göstərir? Mənim şimal buzlaşma, 4-cü buzlaşma dövrü nəticəsində formaya gəlmişdir. Əsasən dağlıq ərazilərdən ibarətdir. Orada Norveçdə olan müəllim dərin dağların Arası. çay əmələ gətirməsi. Dağların arasında buzlaqların təsirlə yaranan troq dərələri olmuşdur ki, Çox dərəli Finlandiyadaydı. Norveçlər. Bunu demirəm. Norveçdə var deyə adı yadımdan çıxdı. Fiordlar deyirsiniz, yəqin ki. Fjord, bəli, fjord. Signal fjord. Troq dərələri sonradan su ilə dolaraq ensiz dar dərin körfəzlər yaratmışdır. Onları fiord. Onların müəllim dağların hündürlüyü və dikliyi nəticəsində həmin o yerlər yaranmışdır. Demək, belə ərazilər demək, sıldırımlı sahilə malik olan qayalardan, qayalar arasında demək, körfəzlərdən ibarətdir ki, bu sahil xətti, girintili çıxıntılı sahil xəttinə demək, fiord demişdik ki, ən çox Norveçdədir. Bu səbəbdən Norveçə nə deyirik? Fiordlar ölkəsi. Bu fiordlar ölkəsində ən məşhurlarından birinin adını çəkmişdik. Hansı fiord idi o?
Siqna Fjord. Soqne fiyordu. Yaxşı. Bəs hansı ölkədə Moren təpəsi, yəni mövcudu? Hə, müəllim, Finlandiya. Adı necə idi? Müəllim, Morenta tirəsi mən adı müəllim. Kim Elə kömək? mən Morenta təpəsi deyildi. Salpaus Selkaya. Salpaus Selkaya. Çapı Kaya. Bəli müəllim, indi yadıma düşdü. Yaxşı. Skandinaviya dağları bilirsən ki, qədim dağlardır. Bəli müəllim. Bəs qədim dağlar əsasən hansı yerdə formalaşıb? Dünyada ən çox Pali. qədim dağlar hansı geoloji eraya uyğun gəlir? Paleozoy arasına. Paleozoy erasına, Kaledon Hersin qırışıqlığına aiddir. Bəli müəllim, Kaledoniyası. Hündürlüyü gördüyün kimi 2469-dur, düzdür? Bəs zirvəsinin adı necə idi? Bilmirsən adı müəllim. Həsən? Qalxa Pikin. Qalxa Pikin. Hə, Qalxa Pikin zirvəsi. Bəli. Belə, pis də deyil, amma müəyyən şeylər var ki, görürsən ki, Mən zirvələrin adı yadımdan çıxır. Ona onları görə. yavaş-yavaş daha öyrənmək lazımdır. Çalış hissə-hissə. Mən burada Şərqi Avropa düzənliyi yerləşir. Orada müəllim cavan dağ yəni çoxlu cavan dağlar vardı orada. Hansında? Şərqi Avropa düzənliyi. Şərqi Avropa düzənliyində Şərq hissəsində müəllim. tələsməyələ. Bir də şimalda İslandiya adası var. İslandiya adası şərti olaraq Avropaya aid edilir. O hansı litosfer tavalarının sərhəddindədir, Rasim? Mənim Avrasiya və Şimali Amerikanın divergent zonada yerləşdiyi yerdə. Burada fəaliyyətdə olan İlyas insanlar sahəni təkrar eləyirsiniz. Mən indi qoşmamışam, ona görə deyirəm. Bəli, Kursdan yəni. soruşuram tez-tez. Hə, təkrar eləyirsiniz. Siz verdiniz Hansıdır? mən. Bəli. Hekla sonra hansıydı? Soruşuram sadəcə. Hə, Hekla oldu bax. insanların adı necə idi? Köməkli eləyək. Deyim Etna, Hekla. Əhməd olmasa Onur kömək eləsin. Hekla, Bardarbunqaya, Fiyatliyakod. Eyyafiyyatlı Kudul vulkanı, bəli. Çalışın kameraları açıq saxlayın. Çünki kamera açıq olanda həm mən rahat oluram. Görüm, harasa diqqətlə baxmırsınız və s. Yəni, kitab və s. yoxdurmu? Yəni, sərbəst cavab verirsiniz, yoxsa yox. Demək belə. Sonra digər. Avropanın mərkəzi hissəsi. Bizdə sonra gəlir Güllünün adı. Güllü, sən buyur, zəhmət olmuşsan. Buyurun mən. Güllü, Orta Avropanı bizə izah elə, Mərkəzi Avropanı. Necə ərazidir? Oldu. Çatmadı mənə. Orta Avropa ərazisi necə ərazidir? Yəni dağlıqdır, düzənlikdir. Şərqi Avropa düzənliyi yerləşir. Sən tələsməyin mənə. Düzənlik yerdədir. Aha, düzənlik hissədən ibarətdir. Hansı ovalıq yerləşir burada? Almaniya, Polşa. Almaniya, Polşa ovalığı. Cavan platformadır, qədim platforma. Cavan, Cavandır, bəli. cavan deyil. Cavan Cavan. platformada yerləşir, doğrudur. Yaxşı. Bu ərazinin qərb hissəsi vaxtı ilə su altında olan ərazi olub. Sonradan əsasən quru hissəyə çevrilib. Müxtəlif hidrotexniki qurğular vasitəsilə Avropalılar bu ərazinin bu hissəsini demək nəyə çeviriblər? Quru sahəsinə. Polder. İlk dəfə, bəli, belə ərazilərə necə ərazilər deyirlər? Polder. Polderlər deyirlər. Hal-hazırda şəkildə görürsünüz həmin polderləri, düzdürmü? Əvvəl Niderlandda bəli, mürəkkəb hidrotexniki qurğu sistemləri vasitəsilə deməli insan fəaliyyət nəticəsində quruya çevrilmişdir. Niderland ilk dəfə bu nailiyyəti əldə edən ölkədir. Eyselmir körfəzini qurudaraq buna nail olmuşdur. Dediyimiz fiordları isə bax dağlar arasında yerləşən çökəkliklərdir. Hansı ki, Hə, iki dağ arasında yerləşən çökəkliyə deyilir. ensiz dar dərin dərələrdir. Digər hissəsi isə buzlaqların qalıntıları morenlərdir. Hansı ki, o hansı ölkə ərazisində yerləşirdi? Finlandiyada Finlandiya. Mentrəsi idi, yaxşı. Demək, Orta Avropanın cənub hissəsi bilirsiniz ki, Alp dağları ilə əhatə olunub. Alp dağları Güllü necə ərazidir, necə yaranıb? Alp dağları Kaynazoyda müəllim. Deyim müəllim. Ən yüksək zirvəsi Cavan. Güllü nəsə bu günləri. Cavan dağ. Montblanc bir dənə matan. Mont Blanc. 4807. metr yüksəkliyə malikdir, bəli, bu dağ silsiləsi. Əvvəllər Qafqaz dağları, bax, köhnə xəritədə Avropada verilmişdi bu hissə.
Ancaq yeni xəritələrdə tamamilə Qafqaz dağları çıxarılıb. Onda belə çıxır ki, yenidən Mont Blanc dağı Avropanın ən yüksək dağı sayılır. Hal-hazırda testlərdə adətən Qərbi Avropanın ən yüksək dağı kimi verilir. Amma ümumi də götürmək olar yəqin ki. Çünki dediyimiz kimi əvvəlki dərslikdə biraz Qafqaz dağlarının bu hissəsi verilmişdi Avropa tərəfdə. Amma sonraki hissələrdə həmin Qafqaz dağları tamamilə çıxarılıb. Yaxşı. Bəs Cənubi Avropa haqqında bizə kim məlumat verir? Almaz. Cənubi Avropanın cənub regionu haqqında. Piriney yarımadası, Apenin yarımadası, Balkan yarımadası. Balkan. Aralıq dəniz Zəhmət sahillərində. olmasa görüntünü də açsa yaxşı olar. Buyur. Aralıq dənizi sahillərində yerləşmişdi. Sarı xətləri parçalanmışdı. Tektonik zonlarında Alpinin Demək, burada bir sıra yarımadalar yerləşir. Elə yarımadaların adı ilə də dağlar mövcuddur. Bu yarımada hansı yarımadadır? İşarə elədim. Pireney, Aha. Bəs qız çəkməsinə bənzər olan bu yarımada hansı yarımadadır? Alpinin, Apenindir. Bu hissə hansıdır bəs? Balkanda, Balkan. Hər üçünün adı ilə eyni adlı dağ silsiləsi var. Burada Pirineyin ən yüksək zirvəsi verilib 3404 metr. Bunlardan, bu yarımadalardan hansında fəaliyyətdə olan vulkan mövcuddur? Etna var idi, bir də Vezuvi. Etna vulkanı Apenində müəllim. yarımada İtaliya. Vezuvi. İtaliyada. Bəli, yerləşirdi özündə. Adada isə Siciliya adasında isə hansı vulkan idi? Etna. Etna vulkanı. Etna. Bu ərazinin seismik cəhətdən bu qədər aktiv olmasının səbəbi, cavan dağların formalaşmasının səbəbi nədir? Seismik zonunda yerləşir. Hansı seismik zonunda yerləşir? Hansı geosinklinal qurşağına düşür? Alp-Himalay gəz. Alp-Himalay bəli. Alp-Himalay. Himalayın təbii ki, Himalay hissəsi burada deyil. Alp dağlarının burada bu bölgələrdə yerləşir. Yəni Alp-Himalay geosinklinal qurşağında olan dağların bir neçəsi məhz Cənubi Avropada yerləşir. Bəs burada cavan dağların yaranması dedin seismik proseslərlə bağlıdır. Bu seismikliyi yaradan hansı litosfer tavalardır? Afrika və Afrika. Asiya tavaları. Aydındır. Avropa. Dağların toxuşma sərhəddidir. Doğrudurmu? Avrasiya tavası ilə Afrika tavası toxuşur. Məhz bu hissədə dağlar meydana gəlir. Yaxşı. Bu ərazidə Balkan yarımadasında əhəng daşı süxurlarının geniş yayılması ilə əlaqədar olaraq başqa bir təbiət hadisəsi baş verir. Xarici qüvvənin təsiri ilə. Mağaralar və Kars prosesi. Sloveniyada müəllim. Sloveniyada yerləşir. Mağarası Sloveniyada Postyon mağarası. düzdür, doğrudur. O mağaranın görünüşünü keçən dəfə sizə səhv eləməmsə göstərmişdim. Bir də bax istəyirsiniz. Bəli, göstərmişdiniz. Aha. Bir də Matterhorn Peak zirvəsi var. Peak nöqtələr bilirsiz, hündür dağların zirvəsi. Alt dağlarında yerləşən zirvələrdən biridir. Belə yerləşir. Mağaralar əhəng daş süxurlarının suda yuyularaq yerinin boş qalması nəticəsində formalaşır əsasən. Yaxşı. Avropanın cənub hissəsi getdi. Sonra Həsən bizə Şərqi Avropa qaldı. Şərqi Avropanı izah eləsin ya da Mədinə. Mədinə izah eləsin. Həsən Mən danışım. Mədinə. Müəllim, Şərqi Avropa əsasən düzənlik ərazilərdən, oval ərazilərdən ibarətdir. Orada Skandinaviya yarımadası yerləşir. Skandinaviya Burada əsasən tələsməyə. Dağına qədər uzanır. Şimalda. Şərqi Avropa Bəli. əsasən düzənliyindən ibarətdir, əsas hissəsi düzdür. Ural dağları ayrı dağ. Ural dağları var idi. Yəni Rusiya ərazisində yerləşirdi Ural dağları. Ondan sonra burada fəaliyyətdə olan vulkanlar var idi müəllim. Hansılar idi? Müəllim Hekla idi, Etna, Hekla Vezuvi. Qərbi Avropadadır. Hekla İslandiyadadır. Şimali Orada Avropa. yoxdur Cənubi müəllim. Avropa deyildi o. Vulkan yoxdur. İkisi Cənubi Avropaya aiddir. Bizə Bəli, Şərqi Etna ilə Avropa Vezuvi. lazımdır. Bu çəhrayı. Yoxdur müəllim vulkan. Bəli, təbii ki, yox. Yox, Tələsmə. mənim səhvim oldu. Şərqi Avropa platformada Orta yerləşir, Avropa. düzdürmü? Bu Şərqi Avropa. qədim platformadır, doğrudur. Bu ərazinin üzərində vaxtı ilə nisbətən yüksək hissələr olsa da zamanla parçalanıb dağılıb düzənliyə çevrilən yüksək düzənliklər qrupuna aid olan demək Valday, Orta Rus yüksəliyi, Volqaboy yüksəkliklər mövcuddur bu ərazidə. Bu ərazinin şimal hissəsi Şimal Buzlu Okeana aiddir. Şimal Buzlu Okean demək
Cənub hissəsi Qafqaz və Krım dağları ilə əhatə olunur. Krım dağları cavan dağlardır bu regionda yerləşən. Demək, Şərqi Avropanın cənub hissəsinə aid edir. Qafqaz dağları isə Asiyaya aiddir. Biz Qara bilirik və Xəzər dənizinin arasında cavan dağlar mövcud idi. 2 dənə Krım və Krım dağları bəli burada yerləşir. Qafqaz. Qafqaz amma Asiyaya düşmür artıq. Asiyaya düşür, üzr istəyirəm, Avropaya düşmür. Demək, biz Avropa ilə Asiyanı ayırmışdıq. Onu əsas ayıran dağ silsiləsi Mədinə hansı dağlar idi? Necə müəllim? Avropa ilə Ural Asiyanı ayıran dağları. sərhəd Ural dağları dağları müəllim. dağlar idi. Ural, Ural Rusiya dağları arasında sonra yerləşir. Enba çayı ayırırdı. Enba çayının Xəzər Enba, bəli. Malı. Ural, Kumamanın Enba. çökəliyi, Don çayı, Azov dənizi. Azov dənizi hansı boğaz? Dunay da var idi müəllim. Azov dənizi hansı boğazla Qara dənizə birləşirdi? Bosfor. Yox, Kerç boğazı ilə. Qara Kerç, hə. dəniz, Qara dəniz hansı boğazla Mərmərəyə birləşirdi? O Bosfor. Bosfor. O Bosfor idi. Mən oyunu Hansı qarşıladım. boğazla Egey dənizinə birləşirdi? Dardanel. Dardanel. Deməli bunlar Avropa ilə Asiyanı ayıran əsas təbii obyektlərdir. Dənizlərdən Bəli. Azov, Qara, Mərmərə, Qara, Mərmərə, Egey. Egey, Boğazlardan da Azovla Qara arasında Kerç Azov, boğazı, Kerç Qara ilə boğazı, Mərmərə arasında Bosfor, Mərmərə ilə Dardanel. Egey arasında Bosfor, Dardanel Dardanel. boğazı yerləşir ki, bunlar Avropa ilə Asiyanı ayıran sərhədlərdir. Həsən, Avropanın uzqar nöqtələrini bizə izah edə görə hansı ərazilərdir? Müəllim, şərqdə Ural dağları, Şimal-şərq ətəkləri, bəli, bu hissə. Sonra bəli, şərqdə Ural dağları. Sonra qərbdə Roka, doğrudur. Portuqaliya arasında yerləşir. Sonra Portuqaliya arasında yerləşir. cənubda, Norski, cənub, Bəli, Şimalda cənubda Pia idi. Mərakeş. Onur zəhmət olmusun. Mərakeş və ya Mərakeş. Morokko. Maroko burnu. Şimalda, Marokko, şimalda hansı burnu idi? Nordkin. Norski, Çelişki. Yox, Çelyuskin bura aid deyil. Çelyuskin Avrasiyanın Asiya hissəsinə aiddir. Yaxşı, bu hissə tamamlandı. Keçək digər hissəyə. Yəni Asiyaya. Görək onu bizə kimlər izah edəcək. Bir dəqiqə. Asiyanın relyefi. Hal-hazırda görürsünüz yoxsa görmürsünüz? Bəli, görürük. Gördünüz. Aha. İndi isə görək kimlər izah edə bilər bu hissəni. Mədinən Dindiri, Həsən, Almaz, Aylin. Aylin, Fəridə, Mehdi, Nərmin, Onurdan soruşmuşuq. Suray, bir də Zahid. Bunlardan bizə hələlik demək izah edəsin Asiyanın müəyyən hissəsi. Müəllim, Bəli, buyurun. Aylin. siz keçən dəfə Asiyanın Avropanı verəndə mənim yadımdan çıxmışdı olar öyrənmək. Ha, Ona görə də mən o ikisini öyrənməmişəm. hansını öyrənmişdin? Avstraliyanı, bir də Antarktidanı. Aha, yaxşı. Demək, onda dilinə zəhmət olmasa Zahid izah eləsin. Nəyi müəllim? Asiyanın hansı regionunu öyrənmisənsə onu izah elə. Bax, bu yaxşı bilirsənsə, yəni ətraflı şəkildə izah edə Mən bilərsən. Şimali Asiyanı deyim mən. Şimali Asiya, Asiyanın şimal hissəsi görürsən ki, bu sarı rəngdə olan hissədir. Hansı ölkənin ərazisini əhatə edir? Müəllim, deməli Qərbi Sibir, Orta Sibir. Ölkə olaraq hansı ölkənin ərazisini əhatə edir? Rusiya. Rusiya, bəli. Rusiya, bəli, doğrudur. Yaxşı. Demək, Şimali Avropa haqqında buyur. Avropada dedim, Asiya haqqında buyur zəhmət olmusun. Deməli müəllim, Şimali Asiya, deməli Qərbi Orta Sibiri, Ha, bir də Orta Sibir yaylasıdır. bəli. Orta Sibirin deməli yayla hissəsində Xersoniyaq, bir də Çerski silsilələri uzanırdı. Daha sonra bəli müəllim. Verxyansk və Çersk silsilələri doğrudur. Mezoy erasında yaranıblar. Ha, uzaq şərqdə isə Sakit Okean sahillərində isə də deməli Sixote, bir də Alın dağları yerləşirdi. Burada əsas tektonik cəhətdən fəal olan ərazilər hansı ərazilərdir? Tektonik Çerski, Kamçatka yarımadası, Kuril adalar bölgəsi. Kamçatka yarımadasında fəaliyyətdə olan vulkan var idi.
Adı necə idi onun? Liço Bəs bu hissədə vulkan püskürməsinin Kyuçi şapkası. əsas səbəbi nədir bu hissədə vulkan püskürməsinin? Niyə Sakit Sibirdə okean olduğu həlqəsində olması. okean bələdinin bölgəsində yerləşir? Litosfer tavanın toqquşma sərhədində. Ona görə o hissə seysmikdir, amma Sibir bölgəsi platformadır. Qərbi Sibir cavan platformadır, yoxsa Orta Sibir? Orta Sibir. Qərbi Sibir. Qərbi Sibirlə Turan cavan platforma. Turan Mərkəzi Asiyaya düşür. Qərbi Sibir isə Şimali Asiyaya. Bunlar cavan platformalardır. Avropada da Almaniya, Polşa idi. Bir də Xəzər yanı var. Yaxşı. Demək, şimal hissə bilirsiniz ki, daimi donuşluq zonalardır hal-hazırda. Vaxtı ilə Avrasiyanın bu hissələrdə müəyyən qədər buzlaşmanın təsirinə məruz qalmış ərazilərdən hesab olunurlar. Yaxşı. İndi isə Fatimə İslamova. Fatimə, buyur. Hansı regionu izah eləsən bizə Asiyanın? Fatimə, səsin gəlmir, zəhmət olmasa. Fatimə, Fatimə, səsin gəlmir bizə. Fatimə, səsin gəlmir. Nə bizi eşidir, nə özün. Səsin gəlmir. Yəqin sənin mikrofonunda problem var, eləmi? Başı yerlə görüm. Yaxşı. Aydındır. Sənin də mikrofon problemli. İndi onu burada dərs prosesində qurdala görə onun səsini düzəldə bilərsən, yoxsa yox. Yəqin ki, sənlə əlaqəli bir problemdir. Telefonda bax gör nəyə diqqət yetirmək lazımdır. Hansısa nəyisə dəyişdirmək lazımdır. Yaxşı. Digər uşaqlardan Fəridə zəhmət olmasa. Asiyanın hansı regionu izah edə bilərsən bizim üçün? Hansını istəsəz mənim fərqi yoxdur. Yaxşı. Onda bizə Mərkəzi Asiyanı izah elə. Aha, Mərkəzi Asiya. Zəhmət olmasa kamera. Asiya. Aha. Aha. Mərkəzi Asiyada deyəsən Şərqi Avropa düzənliyi var. Şərqi Avropa olmaz. Şərqi Avropa özün deyirsən Mərkəzi Asiyada. Birinci baxaq hansı ölkələrin arasına düşür. Gördüyünüz kimi burada Monqolistan, Qazaxıstan, Qazaxıstan, Monqolistan, Özbəkistan, Qırğızistan, Özbəkistan. Qırğızistan, Tacikistan, bir də hal-hazırda Əfqanistan ora aid edilib. Demək, bu bölgənin relyefini biz izah etməliyik ki, görək burada nə cür, belə deyək ki, hansı relyef formaları mövcuddur. Demək, Mərkəzi Asiya görürsünüz ki, həm dağlıq, həm də düzənlik hissədən ibarətdir. Dağlar burada geniş miqyaslı ərazini əhatə edir. Düzdür, bu Çinin qərb hissəsi əslində Mərkəzi Asiyaya düşür. Amma region olaraq Çinin Şərqi Asiyada verdiklərinə görə bu rəng, yəni çəhrayı rəngdə artıq Çini ayrıca götürüb bu hissədən. Biz baxacağıq əsasən Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızistan, Monqolistan, Tacikistan kimi ölkələrin ərazisinə. Demək, Mərkəzi Asiyada dağlar və düzənliklər dediyim mövcuddur. Dağlar əsasən Tian-Şan, Altay, Sayan dağları. Ona qırışıq vali dağlar müəllim. Qədim dağlar. Sonra Pamir dağları, bir də Hindukuş dağları yerləşir bu regionda. Bu dağlar əsasən yüksək dağlardır. Baxmayaraq ki, bunlardan Tian-Şan, Altay və Sayan dağları demək ki, qədim dağlardır. Axı biz qeyd eləmişdik ki, qədim dağlar alçaq və yastı olur. Bəs burada bu dağların yüksək olmasının səbəbi nədir, Fəridə? Yenidən cavanlaşması. Yenidən cavanlaşmış, yenidən törənmiş dağ silsilələrdir. Bəli. Tian-Şan dağlarının ən yüksək zirvəsi, müstəqil türk dövlətlərinin ən yüksək zirvəsidir. Qələbə Peak'də ən yüksək zirvəsi. Demək, burada maksimal hündürlük neçədir? Qeyd eləyin zəhmət olmasa. 7439. Bu müstəqil türk dövlətləri içərisində ən hündür ərazi sayılır. Bir də Qazaxıstanın qərbində bir ərazi var, Xəzər sahilinə yaxın məsafədə. Demək, Qaragiye çökəkliyidir, -132 metr. Bu da müstəqil türk dövlətləri içərisində okean səviyyəsində ən alçaq hissədir. Ancaq qeyri-müstəqilləri də nəzərə alsaq, yəni Çinin tərkibindəki Sinsiziyan, Uyğur və yaxud Rusiyanın tərkibindəki bəzi muxtar respublikalarda nəzərə alsaq, Türk dünyasının okean səviyyəsindən ən çökək yeri Mərkəzi Asiyada yerləşir. Turfan çökəkliyi -155 metr, görürsünüz burada. Evet. Eyni zamanda Türk dünyasının okean səviyyəsindən ən hündür yeri isə
Karakorum dağlarında 8611 metr olan Çogari dağı veya K2 zirvəsidir. Düzdürmü? Ki bu Daha karşı. Karakorum dağlarında yerləşir. K2 zirvəsi dünyada hündürlüyünə görə neçəncidir? İkinci. Hansı dağlardan geri qalır hündürlüyünə görə? Himalay. Vallahi. Himalaya. Himalaya zirvəsi və ya Everest dağından. Evet. Yaxşı. Bəs Asiyada yerləşən düzənliklər hansılardır? Mərkəzi Asiyada. Cavan platformalardan hansı burada yerləşirdi? Arabistan. Turan ovalığı bir də. Turan ovalığı, bəli. Bilinmiyorum. Yurt yaylası var. Burada Xəzərin o şərq hissəsində, bu hissədə. Sonra Turqay platosu var. Bu kimi ərazilər. Qədim ərazilərdən Qazaxıstan xırda təpəliyi mövcuddur. Nisbətən alçaq ərazilərdir. Artıq parçalanmış hissələrdən ibarətdir. Bir çox düzənliklər var bu hissədə ki, burada okeanlardan uzaq olan ərazilərdə müəyyən səhralar yaranıb. Hansı ki, Qaraqum, Qızılqum səhralarını misal göstərmək olar. Təkləməkan səhrasını misal göstərmək olar. Bu ərazilərdə güclü fiziki aşınma prosesi nəticəsində ərazilər dağılır, parçalanır və külək eroziyası nəticəsində müəyyən qum təpələr yaranır. Hansı ki, biz onlara barxanlar və duyunlar demişdik. Yəni, bu ərazidə xarici qüvvələrin təsiri içərisində fiziki aşınmanın təsiri əsasən güclüdür. Belə. Sonra Mərkəzi Asiyada bilirsiniz, təbii şərait o qədər əlverişli deyil. Burada hündür sahələr nisbətən çoxdur. Tibet yaylası əslində Çin ərazisinə düşür. Biz qeyd elədik, Çini burada Şərqi Asiyada götürülüb. Amma Çinin qərb hissəsi Mərkəzi Asiyaya aiddir. Burada Tibet yaylası hündürlüyünə görə ən hündür yayla sayılır. 4000 metrdən yuxarıdır. Əksər dağlardan hündürdür, amma səthi hamar olduğu üçün düzənlik sayılır. Onun şimalında Kunlun dağları Mezoy erasında formalaşan dağlardır. Cənubi Asiyada olan Himalay dağlarından ibarətdir. Mərkəzi Asiyada olan dağların əksəriyyətinin adında şan ifadəsi dedik qeyd olunub. Şam dağ deməkdir. Bəli. Dağ deməkdir. Məhz bu səbəbdən belə adlanırdı. Yaxşı. Sonra digər şagirdlərdən, digər abituriyentlərdən görək kimlər bizə köməklik eləyə bilər. Nərmin. Nərmin, hansı regionu izah eləyə bilərsən? Cənub-Qərbi Asiya. Buyur, zəhmət olmasa bizim regiondur. Burada Pont, Tower, Zagros. Tower harada yerləşir? Bir də kameranı da açsın, əla olar. Türkiyədə deyəsən. Necə? Kameranı da açsaydın, yaxşı olardı. Demək, Pont dağları harada yerləşirdi? Ya da Anadolu yaylasındaydı. Pont Türkiyənin şimal hissəsində, Tower və ya Taurus dağları isə onun cənub hissəsində yerləşir. Mərkəzdə hansı yayla idi? Dedin Anadolu. Anadolu yaylasının şərq hissəsində hansı sönmüş vulkan mövcudu idi? Türkiyənin ən hündür hissəsi sayılır. Ağrı dağı. Ağrı dağı. 5165 metr. 5165 metr hündürlüyə malikdir. Bu Türkiyə ərazisidir. Türkiyə ərazisi Ərəbistan, Afrika, litosfer havalarının toxuşma sərhədində yerləşir. Avrasiya ilə toxuşma hissəsində. Sonra gəldik Qafqaz zonası, Qafqaz regionu, Azərbaycan, Ermənistan, Gürcüstan ərazisi, hansı ki Cənubi Qafqaz, şimal hissəsi isə Rusiyaya aiddir. Demək burada demək müxtəlif ərazilər yerləşir. Onlar içərisində həm sinklinal ərazilər var, həm antisinklal və ya antiklinal. Enmə sahələri olan, məsələn, Padan ovalığı, Kalxid ovalığı Gürcüstanda, Azərbaycanda Küraraz ovalığı sinklinaldır, enmə sahəsidir. Qafqaz dağları isə təbii ki, əksinə antiklinal ərazidir, qalxan ərazidir. Qafqaz dağlarının ən yüksək zirvəsi hansı dağ zirvəsidir? 5642. Nə dağın adı? Elbrus. Elbrus. Ən yüksək zirvə hansıdır? Kazbek. Kazbek. Bunlar hər ikisi mənşəyinə görə hansı dağlar qrupuna daxildir? Cavan. Cavan. Yaşına görə cavandır. Mənşəyinə görə vulkanikdir. Qafqaz dağları tektonikdir, amma yüksək zirvələri vulkanik dağlar hesab olunur. Burada demək, həm Azərbaycanda, həm İranda, həm də Türkiyədə sönmüş vulkanlar var. İranda sönmüş vulkanlardan
Demək, Tamam. Səmavət. 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 Damavand. Azərbaycan Qəbul ərazisində hansı edirəm. sönmüş vulkanlar var idi? Qızıl qaya. Qız yurdu, Qızıl Göz yurdu. Qızılboğaz Gəlin qaya. Gəlin və qaya. İstiqlal qaya. Qızılboğaz, Qarabağ vulkanı. Böyük İşıqlı, Qarabağ. Dəridağ, Gəlinkaya, sonra bəzi hissələr çınqıllığa çevrilib. Hansı ki, Pəri çınqıllı, Ay çınqıllı, Farmaştəpə kimi demək əraziləri misal göstərə bilər ki, Azərbaycan ərazisində vaxtı ilə Qarabağ bölgəsində, Qarabağ yaylasında fəaliyyətdə olan vulkanlar olub 4-cü dövrdə. 3-cü dövrdə məsələn Naxçıvanın Zəngəzur dağlarında fəaliyyətdə olan vulkanlar olub, ancaq bu bölgədə olan bütün vulkanlar öz fəaliyyətini dayandırıb. Bu hissələr İran yaylası olsun istəyir Xəzərin cənubunda Elburz dağları olsun, Qafqaz dağları olsun, Türkiyənin Pont Tower, İran-İraq arasında yerləşən Zagros dağları hamısı seysmik cəhətdən aktiv cavan ərazidir. Əsasən Ərəbistan tavasının Avrasiya ilə toxuşduğu bölgələrə uyğun gəlir. Alp-Himala geosinkronal qurşağının bir hissəsini təşkil edir. Amma Ərəbistan, Mesopotamiya isə necə ərazidir? Platforma. Platformada yerləşir. Platforma. Ərəbistan yaylası platformadadır. Mesopotamiya akkumulasiyadır. Ərəbistan yarımadası isə daha çox denudasyon mənşəli düzənliyidir. Yəni yayladır. Bəli. Yaxşı. Bizdə hansı region qalıb? Biri qalıb. Avstraliya. Cənub-şərqi. Bu da cənub-şərq. Cənub-şərqi Cənub-şərqi. kimi sayılacaq. Onur. Anladım. Cənub-Şərqi Asiyada əsasən Hind Cənub- Çin yarımı. Yaxşı olar. Cənub-Şərqi Asiyada əsasən Hind Çin yarımadasıdır. Sonra Malay arxipelaqı bu hissələri əhatə edir. Sən də Sonra yarımadaydı, tələsmə. Malakka yarımadası. Malakka yarımadasıdır. Ha? Sonra burada Hind Çin düzənliyi yerləşir. Yox, Hind Çin düzənliyi yerləşir. Sonra bura Dağlar arasında, aha. bura faydalı qazıntılarla da zəngindir. Bura Hansı dünyanın faydalı? ən böyük qalay wolfram qurşağı adlanır. Sağ ol, doğrudur. Bu ərazidə olan adalar dedim Malay arxipelağı və ya Zond adaları adlanır ki, bu ərazilər seysmik cəhətdən aktiv idi. Bunun səbəbi nə idi? Sakit Okean adlı qövsündə yerləşməsi. Həm də Hind-Avstraliya tavasının Avrasiya tavası ilə toxuşma zonasıdır. Burada vulkanlar var idi. Onlar içərisində ən məşhurları hansılardır Cənub-Şərqi Asiyada? Apopinatibodur, bir də Krakatau. Yox, Bəli. Krakatau isə harda idi? Şeydir, İndoneziya. Doğrudur. Dediyim vulkanlar məhz burada yerləşir. Yaxşı. İndi isə Avstraliya haqqında qeyd edək. Avstraliya Danışım mənim. necə? Deyim danışım Avstraliyanı. Bir dəqiqə Avstraliyanın xəritəsini açaq. Sonra bir də Bir hissəsində mən danışaram. danışarsan. Bir də burada bir şeylər, bəzi göstəricilər var idi. Hansı ki platforma dedik. Platformada suxurlar üfüqi istiqamətdədir. Geosinkronlar isə enmə və qalxma. Çökmə suxur idi. Əsasən neft və qaz ehtiyatları xüsusilə daş kömürü yayılırdı. Alt isə kristallik bir növrə idi. Amma demişdik ki, bəzən altdan daha möhkəm suxurlar, hansı ki kristallik bir növrə səthə çıxa bilər. Orada suxurlar daha dik və hündür olur. Biz demişdik, nədir bu ərazi? Qalxandır, sipərdir. Daha möhkəm hissədir. Burada yadınızdadırsa biz demişdik Asiyada Sibir bölgələri platformada yerləşir. Onlar haqqında qeydlər eləmişdik zaten. Sonra Cənub-Qərbi Asiyada olan dağlar haqqında burada öz əksini tapıb Elburz dağları görürsünüz. Elburz dağları İranda deyilir. Zagros dağları və s. haqqında məlumat verilib kitabda. Kitabda Dərslidir müəllim bu. həmli məlumatlar. Necə? 10-cu sinif dərslidir. Sinif dərslidir. 9. 9. Bəli, 9-cu sinif dərslidir. Sonra Mərkəzi Asiya haqqında qeyd elədik. Bir də Cənub-Qərbi Asiyada Ərəbistan tavasının Avrasiya görülməsidir. Uşaqlar, bu kitabda biraz yanlışlıq nədədir? Köhnə dərsliyin demək PDF-idir bu. İndi kitabda 2,8 sm sürətlə Ərəbistan şimal-şərqə irəlilir. Afrikada 2 sm. Biraz sürətləri dəyişibdir. Yəni Ərəbistan litosfer tavasının sürəti biraz azalıb hal-hazırda. Bu hissələr aydındır yəqin ki. Pamirin zirvələri burada öz əksini tapıb Konqur keçən dərs qeyd eləmişdik digərində. Burada Yaponiyada baş verən tsunami idi. Hansı ki, onu qeyd eləmişdik. Bir də şerplər haqqında qeyd eləmişdik ki, Nepalda Himalay dağlarına gələn, ora qalxmağa çalışan demək,
insanların yüklərini məhz dağın zirvəsinə daşımağa çalışırlar. Hal-hazırda görürsünüz də Himalayın orta hissəsi. Bəli. Sıldırım qayalar və qarlarla örtülü. Hərəkətin vaxtı göstərin. Bəli. Keçək digər hissəyə. Bir də burada isə Himalay dağlarının yaranması zamanla Hindistanın Avrasiyaya yaxınlaşma prosesi göstərilib ki, 40 milyon il əvvəl Hindistan Avrasiyadan aralı idi. İndi isə artıq Avrasiyanın tərkib hissəsidir. Bu da Pinatubo vulkanı idi ki, 91-ci ildə püskürərək demək, kül buludu 34 kilometrə qədər stratosferə qədər qalxmışdı. Ətraf ölkələrin atmosferini də çirkləndirmişdi, nəinki Filippin. Burada sxemdə bir çox suallar var. Biz bilirik ki, dağların yaşı artdıqca seismiklik azalır, yoxsa artır? Azalır. 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 Onda bunlar bir-birinə tərs mütənasibdir, yoxsa düz? Tərs. Tərs. Biri artır, digər azalır. Doğrudur. İkinci olacaq. Demək, Avstraliyaya qaydaq. Biz demək belə Avstraliya arası. Avstraliyanı kim izah edəcəkdir? Buyursun. Elmi müəllim. Deyim mən. Bir dəqiqə Fatimə. Aha. Bir dəqiqə adlara baxım, görüm kimi dindirməmiş. Mənim Fatimə Xəticəni Mən vereyim. yazdım. O mən yazmışdı ki, onun telefonda bir problem var. Aha. Demək, Onuru dindirdik, Rasimi dindirdik, Zahir Mən deyim. dindirdik, Almaz, Ramal, Aylin. Səhv Aylin. eləmirəm, Suray haqqında. Mən qaldım. Bizə Suray. Suray buyursun. Avstraliya 3 hissədən ibarətdir. Mərkəzi, qərbi, bir də şərqi. Bunun qərb hissəsi daha platformadır, yəni çox geosinkron bir ərazidə yerləşmir. Şərqi amma böyük su ayrıcı dağlardır, geosinkron ərazidə yerləşir. Doğrudur. Bir dənizə üzürlü say. arada eləyim. Müəllim. Müəllim, bir də ki, sahəsi 7,7 milyon. Həm böyük sadəcə geosignaldadır ki. Xeyr. Bir dəqiqə səbirli olun. Platformada daxil müəllim Avstraliya. Bir dəqiqə səbirli olun. Orada heç seismik yoxdur. Ekranda bir dənə problem yarattım. Göstərmir. Ha. Aha. Demək, Avstraliya ərazisi. Avstraliya gördüyünüz kimi necə ərazidir? Platforma. Digər materiklər Platforma. Avstraliya yeganə materik ki, orada Gondvanadan ayrılan Davam dağ yoxdur Bildirəm. müəllim. bəli. Avstraliya Bəli, yeganə Şərqində materik qərim ərazi, dağlar var da. ərazi Qərim mövcud dağ. deyil. Bəli. Geosinkron ərazi mövcud deyil. Elə Avstraliyanın geoloji xəritəsinə baxsaq bunu görə bilərik. Çünki Avstraliya materiki heç bir litosfer tavası sərhəddində yerləşmir. Yerləşmir. O yerləşdiyi demək Hind-Avstraliya tavasının hansı hissəsindədir? Mərkəzi hissəsindədir. Düzdür? Mərkəz. Aha. Bəli. Bu səbəbdən onda fəaliyyətdə olan vulkanlar mövcud deyildir. yox. Aydındır? Əgər geosinkron ərazidə yerləşmirsə, bəs onda dağ necə yaranıb böyük su ayrıcı? Onda onun sualının cavabını veririk ki, məhz Paleozoy erasında yaranan bu dağlar Paleozoy dövründə məhz Avstraliyanın litosfer tavasının sərhədində yerləşməsi ilə əlaqədar demək bu dağlar yaranmışdı. Yəni yaranma səbəbi Paleozoy erasında Avstraliyanın şərq hissəsinin məhz litosfer tavasının sərhədində yerləşməsi ilə əlaqədar. İndi sonradan materik sürüşərək litosfer tavasının müəyyən qədər mərkəzi hissəsini əhatə edir. Onda deyirik Paleozoy erasında onun şərq hissəsi litosfer tavasının sərhədində yerləşir. O zaman bunda tektonik proseslər fəal olub, nəticə etibarilə dağlar yaranıb. Sonradan demək ki, Avstraliya materikinin litosfer tavası sərhədlərindən uzaqlaşması nəticəsində ərazisi zamanla platformaya çevrilib. Bu səbəbdən Paleozoydan sonra Avstraliyada heç bir dağa əmələ gəlmə mərhələsi müşahidə olunmayıb. Demək, Avstraliyanın şərq hissəsi oldu dağlıq hissə, qədim dağlardan ibarət. Demək, ən hündür hissəsi hansı oldu? Bəs düşdü. 2228.
Böyük Suariz dağları əslən buna ona görə deyirlər ki, onun şərq hissəsindən axan çaylar sakitə, qərb hissəsindən axan çaylar Hind okeanına və demək mərkəzi hissəyə aid ola bilər. Daxili axar sövzəyə bu səbəbdən. Sahil Həm də bu xətti. dağ Buyur. Həm də bu dağ qoca olduğuna görə Avstraliya seysmik zonada da yerləşmir. Bəli. Yəni ümumiyyətlə Avstraliya seysmik zonada yerləşmədiyi üçün Avstraliyada heç bir Cağvan dağ silsiləsi mövcud deyildir. Deyil. Sahil xətti nisbətən sadədir, az girintili, çıxıntılıdır. Bu xüsusiyyətinə görə əslində Afrikaya bənzər. Cənubi Amerikan sahillərdə nisbətən daha sadədir. Ən mürəkkəb sahil xətti Avrasiya ilə Şimali Amerikaya aiddir. Demək, Avstraliya ərazisi dedik 3 hissəyə bölündü. Şərqi, mərkəzi və qərb hissəsi. Bəs mərkəzi necə ərazi? Əsasən platolardan ibarətdir, bir də düzənliklərdən ibarətdir. Əsasən hansı ovalıq yerləşir Avstraliyanın mərkəzində? Mərkəz ovalıq. O şərqdə yerləşmir. Mərkəzi ovalıq yerləşir. O düzdür, mərkəzi ovalıq sayılsa da əslində o biraz Avstraliyanın şərqi hissəsinə uyğun gəlir müəyyən mənada. Amma mərkəzi ovalıq biz qeyd elədik ki, hardadır? Mərkəzində. Avstraliyanın mərkəzində Avstraliyanın okean səviyyəsindən ən alçaq ərazisi yerləşir. Haradır ora? 16. Eir gölü -16 metr. Metr, bəli, okean səviyyəsindən aşağıda yerləşir. Qərb hissəsi isə əsasən ovalıqlar və yaylalardan ibarətdir. Buna misal olaraq demək Qərbi Avstraliya yaylasını misal göstərə bilərik. Burada ovalıqlardan isə Böyük Qumlu səhrası, Böyük Viktoriya ovalığının bəli, quraq iqlim şəraiti ilə əlaqədar səthi səhraya çevrilmişdir. Yəni güclü fiziki aşınma Avstraliyanın mərkəzi hissəsində gedir. Çünki mərkəzindən tropik iqlim keçir və sahil xətti xüsusilə soyuq zəryanlarla əhatələndiyinə görə Avstraliyaya az yağış daxil, yağıntı daxil olur, yəni rütubətli hava az daxil olur. Bu səbəbdən ən az yağıntı alan materikdir. Şərqdən nisbətən yağıntı düşmə ehtimalı böyüdür. Çünki isti sular axır şərqindən. Amma dağlar gələn hava kütlələrinin qarşısını kəsir deyə Avstraliya səthinə az yağıntı düşür. Nəticə etibarilə mərkəzi və qərb hissələri quraqdır. O səbəbdən burada güclü fiziki aşınma, küləyin fəaliyyəti, eroziya, eol proseslər, deflyasiya. Denudasiya da olur, bəli. Denudasiya o zaten ümumiyyətlə suxurların xarici qüvvələrin təsirlə dağılması, daşınması prosesdir. Ki Avstraliyanın mərkəzinə yaxın ərazidə bir şahid dağ var idi, qırmızı rəngdə. O necə adlanırdı? Uluru massiv müəllim. Uluru dağı. Uluru dağı. Demək, onun yaylalarında və dağlıq hissələrində filiz, amma ovalıqlarında isə nə hansı demək, faydalanıcılar yayılmışdı. Yaxşı. Avstraliya neçə yarım kürədə yerləşirdi? 3. 2. Haydi olur. 2. 2 yarım kürə. Cənub və Qərb və cənub. Bundan başqa 2 yarım kürədə yerləşən ikinci materik hansıdır? Yəni 2 yarım kürədə yerləşən. Biri də şimali yerləşir. Afrika yeganə materik 2 yarım kürədə. 4-də də yerləşir. Afrika 4 yarım kürədə yerləşir. Çünki həm Qrinviç kəsir, həm ekvator. Ona görə şimal, cənub. Demək, Avrasiya, 3 dənə. Cənubi Amerika, Antarktida, 3'ü 3 yarım. Afrika qərbdə necə olur ki? Qeyd edəcəm Afrikanı indi izah eləyəndə. Bir də Avstraliya ilə Şimali Amerika yarım kürədə yerləşir. 2 yarım. İkisi 2 yarım kürədə. 3 yarım kürədə. Biri isə neçə yarım kürədədir? 4 yarım kürədə. İndi onları izah eləyəndə qeyd eləyəcəyik. Uzqar nöqtələrin qeyd eləyi Avstraliyanın hansılar idi? Müəllim, şimaldan yoxdur, cənub qərbi. Şərqdə bəs? Bayram, qərbdə Steep Point. Bunlar Avstraliyanın uzqar nöqtələridir. Demək, Avstraliya tamamilə cənub və şərq yarımkürəsində yerləşir. Şimal və qərb ərazisi uyğun deyil. Onu şimalda dünyanın ikinci ən böyük adasından, Yeni Qvineya adasından hansı boğaz ayırır? Torres. Cənubda Tasmaniya adasından hansı boğaz ayırır? Cook. Cook boğazı Yeni Zelandiyanın şimal və cənub adası arasında olan boğazdır. Bəli. Yaxşı.
Yəqin ki, bu hissə indi testdən də yoxlayacağıq. Təbii ki, nə mənimsəmişiksə, nə çətinliyimiz varsa, geri qalan hissəsini testdən tamamlayacağıq. Keçək indi demək digərlər. Müəllim onun testini verməmişdi. Socyanid vermişdi ki, bunu tamamlayaq sonra. Bilirəm, saat deyirəm, yəni gələn dərs indi Avropa, Asiya və Bəli. Avstraliyanı tam təkrarladıq. İndi gələn dərs digər materiklərdə qeyd ediləyəndən sonra demək testini mən tapşıracağam. Siz testini yazanda artıq biz biləcəyik ki, orada nə çətinliyimiz varsa o testin vasitəsilə məlum olacaq və onu aradan qaldırmağa çalışacağıq. Gəldik indi digər ərazilərə. Şimali Amerika. Şimali Amerika hansı qədim quru sahəsinin tərkib hissəsi olub? Kim? Pangeya. Pangeya. Materiklər zaten Pangeyanın tərkib hissəsi olub. Onu soruşmuram. Bəs ondan sonra parçalanma baş vermişdi. Gondwana Lavrasiya. Bu Lavrasiyanın tərkib hissəsi olub. Düzdür? Lavrasiya da. Təbii ki. İndi hal-hazırda Avrasiyadan ayrılaraq hansı istiqamətdə hərəkət edir? Müəllim biri qərbi, Qərb istiqamətində. Qərb istiqamətində hərəkət edən hansı Svet havası ilə toxuşur? Sakit Okean. Ona görə Sakit Okean sahillərində görürsünüz qırmızı xəttlər mövcuddur. Bu nəyi göstərir? toqquşmanın Havaların seysmik. seysmik ərazi olduğunu, qırmızı Seysmik ərazi. xəttlər zəlzələ uzaqlarını göstərir. Amerikanın fəaliyyətdə olan vulkanları məhz burada yerləşir. Hansı vulkanlar var idi Amerikanın qərbində? Popocatépetl, Toxumulco, Rainier, Shasta. Orizaba, Toxumulco, Orizaba, Momotombo, Toxumulco. Düzdür, bəli. Bunlar hamısı Popocatépetl, bunlar hamısı Amerikanın qərbindədir. Çünki Amerikanın qərbi geosinklinalda yerləşir. Şərqi isə gördüyünüz kimi necə ərazidir? Platforma. Rəng tonundan baxırız. Qədim qırışıqlığa malik olan ərazilər, sonra qədim qırışıqlı zonalar. Bunlar hamısı artıq platforma mərhələsindədir. Onun şərqində bir qədim dağ silsiləsi mövcud idi. Apalas dağları. Burada geosinklinalın neçənci mərhələsindədir? 4-cü. 4-cü mərhələsi doğru. Geosinklinalın 4-cü mərhələsidir. Yaxşı. Apalas dağlarının ən yüksək zirvəsi nə qədər idi? Mitchell 2037. Bəs Amerikanın ən yüksək zirvəsi nə qədər idi? McKinley 6194. Deməli, Cavan dağla qədim dağın bir-birindən nə qədər hündürlük fərqi olduğunu burada aşkar şəkildə görmək mümkündür. Kordilyer dağları özü neçə hissəyə bölünür? Şərqi Kordilyer, Şərqi Kordilyer, qayalı dağlar. Qayalı Mərkəzi Kordilyer, mərkəzi bir də qərbi. bir də qərbi Kordilyer. Qərbi Kordilyer sahil sıra dağları, Kaskad dağları, Meksikada Sierra Madre dağları adlanır. Mərkəzi Kordilyer əsasən yaylalardan ibarətdir. Buna böyük Hövzə yaylası, Colorado yaylası və Meksika yaylası daxildir. Düzdürmü? Bəli. Aha. Bu mərkəzi Kordilyerlə, yəni yaylalarla şərqi qayalı dağlar Mezozoyda, qərbdə yerləşən sahil sıra dağları, Kaskad dağları isə hansı geoloji yerdə yaranıb? Kaynazoy. Kaynazoy arasındadır. Demək, Kordilyer dağları iki qırışıqlıqda yaranıb. Kaynazoy və Mezozoy. Yaxşı. Onun şərq hissəsi isə dediyi platformadır. Mərkəzi Amerika platforması gördüyünüz kimi Şimali Amerika platforması ki burada göllər ətrafında böyük bir düzənlik yerləşir. O düzənliyin adı nədir? Mərkəzi. Avustraliyada mərkəzi ovalıq idi. Burada isə mərkəzi düzənlikdir. Onun cənubunda Meksika yanı, Mississippi, Atlantik sahili. Sahili, bəli, ovalıqlar yerləşir. Şimalda Hudson ovalığı yerləşir. Bu düzənliklər, xüsusilə şimalda yerləşən ərazilər buzlaşmanın təsiri nəticəsində əsasən formalaşıbdır. Burada hansı relyef vahidləri burada məhz 4-cü dövrdə buzlaşma olduğunu sübut edir? Qrenlandiya. Düzdür, Qrenlandiya hal-hazırda buzlaşma ərazisidir. Sadəcə Şimali Amerikada. Baxın, çoxlu göl çuxurlarının olması, böyük kölə, böyük ayı, Winnipeg, Athabasca kimi göllərin olması, demək və yastı təpələrin olması, moren təpələrin olması sübut edir ki, Amerikanın şimal hissəsi buzlaşmaya məruz qalıb. Bir də vaxtilə bu adalar hamısı materikə birləşib. Sonradan buzlaqların təsirilə bu hissələr aşağı çöküb və sonradan buzlaqlar əriyəndə okean səviyyəsi yuxarı qalxanda həmin hissəyə su dolub və adalar materikdən ayrı düşüb. Aydındır? Yəni, sahil xəttinin kəsişin parçalanma səbəbi şimalda buzlaşma ilə birbaşa əlaqədardır. Demək,
Amerikanın cənub hissəsində yerləşən ovalıqlarda neft qaz ehtiyatları çoxdur. Üzvü aləm zəngin olub vaxtıyla onların çöküntülərindən məhz neft qaz ehtiyatları yayılıb. Şərq hissəsində Apalaç dağlarında isə demək meşələr əsasən təsiri ilə kömür ehtiyatları, zəngin ehtiyatlara malikdir. Xüsusilə Apalaç dağları dünyada kömür ehtiyatına görə liderdir. Belə, Amerikanın ucqar nöqtələrinə baxsaq, Butiya yarımadasında şimalda demək Murchison burnudur. Cənubda bura tam aydın düşməyib. Panama ərazisində Mariato burnudur. Qərbdə Uyes şəhzadəsidir. Şərqdə isə St. Charles burnudur. Onlar Amerikanın ucqar nöqtələri hesab olunur. Amerikanın ən yüksək zirvəsi McKinley və ya Denali dağı. Ən alçaq nöqtəsi isə hansı ərazidir? Müqəddəs Lavrent yüksəkliyi. Ürüm dərəsidir. 6 metr okean səviyyəsində. Amerikanın qərbində olan çaylar əsasən çox yüksək sürətlə axır. Bunun səbəbi Kordilyer dağlarının çox meyilli olmasıdır. Və bu çayların dərəsi dünyada ən dərin çay dərələrinə malikdir. Bunun səbəbi nədir? Bunun səbəbi odur ki, orada suxurlar nisbətən yumşaqdır deyə suda asanlıqla parçalanır və bu səbəbdən bu çayların dərəsi çox dərin olur. Hal-hazırda görürsünüz burada kanyonu. Yəqin ki. Bax bu gördünüz də hal-hazırda, düzdürmü? Böyük kanyon. Colorado üzərində təxminən 2 kilometr dərinliyə malikdir. Bu hissədə isə yuxarıda gördüyünüz şəkil Kordilyer dağlarının hissələrdir. Şərq hissə birinci hansı hissədir? Birinci. Bəli, şərq hissə qayalı. Mərkəzi hissə hansı yaylalar idi? Böyük Hövzə, Meksika, Colorado, sonra cənubda Meksika. Kordilyerin qərb hissəsi isə hansı dağlar idi? Sahil dağları. Sierra Madre adlanır. Fəaliyyətdə olan vulkanlar da burada öz əksini tapıb orada rahatlıqla görə bilərik. Burada rəqəmlər verilib zaten. Yəni rəqəmlərə uyğun da yerlərinə qoysaq heç bir problem yoxdur. Deməli, sahil sıra dağları yaxud Kaskad dağları və Sierra Madre Meksikada adlandırılan dağlar Kaynazoyda, Böyük Hövzə 3, Colorado yaylası 6 və 4 Meksika yaylası Mezoyda yaranıb. Bir də şərqdə qayalı dağlar Mezoyda yaranıb. Aydındır. Mərkəzi və şərqi Mezoyda formalaşıb. Yaxşı. Ümid edirəm ki, tam şəkildə aydın olur bu hissələr. Bəli. Aha. Bax, burada gördüyünüz kimi ərazinin quruluşu demək ölüm dərəsi çox quraq ərazidir. Okean kütlələr təsir göstərir. Çünki hər iki tərəfdən dağlarla əhatə olunub. Bu da hansı ərazidir? Kordilyer dağları ərazisidir. Yaxşı. İndi keçdik digərinə. Burada bir dənə tapşırıq var. İstəyirsiniz qısa şəkildə onu yerinə yetirək. Yaşına görə qədimdir hansı dağlar idi? Yaşına görə qədim dağlar. Apalaç doğrudur. Qayalı sahil Kaskaddan ibarətdir. Kordilyer. Materikin şərqində yerləşir. Apalaç. Kordilyer materikin qərbində. Kordilyer. Dünyanın ən dərin kanyonu. Kordilyer. Kordilyer. Şimali Amerikada ən nəhəng daş kömür yatağı. O Apalaç. Apalaçdadır. Materikin ən hündür. Kordilyer ən hündür. Yaxşı, bu hissə tamam. Demək, Mən Amerika tapşırıqdan sonra keçək. necə? Eksogen vermişdi. Onlara baxa sonra. Tam yekunlaşdıraq. İzah edeyim da başlamışam. Materikləri izah edeyim. Yəni elə da ona görə davamını elədim. İndi gəldik Cənubi Amerikaya. Cənubi Amerikanın Şimali Amerikanın bir oxşar cəhəti var. O da qərb istiqamətində hərəkət edir. Görürsünüz ildə 2,2, 2,3 sm və qərbdə onu bir tava qarşılayır. Adı nədir onun? Naska tavası. Naska Cənubi Amerikaya toxuşur. Onun qərbi subduksiya zonasında, yəni materik və okean tipli tavaların toxuşma sərhədindədir. O səbəbdən burada seismik cəhətdən aktiv ərazidir. Görürsünüz qırmızı xətlərlə işarələnir. Demək, burada Amerikanın, yəni ümumiyyətlə dünyada quruda olan ən hündür fəaliyyətdə olan vulkan yerləşir. O hansıydı? Lülyako. Eyni zamanda burada dünyada ən hündür sönmüş vulkan yerləşirdi. O hansıydı? Timberaso. Timbarasu. Lülyako dağı. Lülyako da burada cənub hissədə yerləşir.
Demək belə. 6310 metr Çimbarasodur, 6723 metr isə Liyuliyalyakov. Bəs Cənubi Amerikada ən hündür zirvə hansı dağdır? Aconcagua. Nə qədər Aconcagua yüksəliyi? 6960. Doğrudur. Bəs okean səviyyəsindən ən alçaq ərazi hardadır? Onun şərq hissəsində Restoran yerləşir. Valdes yarımadası. Peru çökəkliyi. Yox. Peru çökəkliyi okeanda ən çökək yerdir. Bəli. Valdes yarımadasında yerləşir. Salinas Çikat çökəkliyi. Quruda yerləşən ən alçaq hissədir. Aydındır? Yaxşı. Mənfi 42 metr okean səviyyəsindən aşağıdadır. Demək, Amerikanın qərbi geosinklinal, şərqi isə platformadır. Bu xüsusiyyətinə görə hansı materikə bənzəyir? Şimali Amerika. Şimali Amerikaya. Sadəcə Şimali Amerikadan fərqli olaraq bunun şərqində qədim dağ silsiləsinə rast gəlinmir. Tamamilə düzənliklərdir. Gəlmir. Bəli. Ant dağlar çox ensiz dar dağlardır. 20 dərəcə cənub elində genişlənərək dağlar arasında yaylalar yaranır. Onlardan ən məşhurlarından biri Altiplano yaylasıdır. Ant dağları bir təbii sərvətlə zəngindir. Məhz ona görə ona ant deyirlər. O təbii sərvətin adı ilə adlandırılır. Sizcə nədir təbii sərvət? Qızıl müəllim. Filiz faydalı. Filizdən adı Filiz nə? adı. Adı nədir əmin filizin? Mis. Mis. Bəli. Mis qurşağı yerləşir burada. Demək, gördüyünüz kimi Ant dağları subduksiya nəticəsində yaranır. Naska tavası ilə Cənubi Amerikanın toqquşması. Naska toqquşaraq aşağı əyilir. Okeanda Peru və Çili çökəklər yaranır. Materikdə isə dağlar yaranır, Ant dağları. Hündürlüyü 6000-dən yuxarıdır. Bu hissə aydındır yəqin ki. Demək, gəldik onun şərq hissəsinə. Şərq hissəsi gördüyünüz kimi düzənliklərdən ibarət idi. Ancaq düzənliklər Amerikada nisbətən bir-birini izləyir. Ovalıq və yaylalardan ibarət olan düzənliklər. Hansı ki, Amerikanın şimalını Orinoco çayının gətirdiyi çöküntülərdən ibarət olan Orinoco ovalığı yerləşir. Burada çökmə suxurlar üstünlüyü təşkil edir. Ovalıqdır, yəni hündürlüyü 200 metrdən aşağıdır. Neft ehtiyatları zəngindir Venezuela arasında. Onun cənubunda isə Gviana yaylası yerləşir. Yaylalar vaxtı ilə dağlıq ərazilər olub, sonradan parçalanıb dağlıq düzənliyə çevrilir ki, bu Gviana yaylası üzərində masavari dağlar yerləşir. İndi şəklini göstərəcəm. Kənarları dik, amma səthi hamar olan bəli. Bunlara tepuilər deyilir. 800-1800 arasında dəyişir. Sonra yenə bir ovalıq gəlir. Amazon ovalığa çökmə suxurların üstünlüyü təşkil edildiyi ərazi. Onun ardından yenə bir yayla gəlir. Braziliya yaylası. Braziliya yaylası yenə də təbii kimi Gviana kimi filiz faydalı qazıntılardan ibarətdir. Onun Rio de Janeiro şəhərində qədim dağların qalıqlarından olan şahid dağlardan Şəkərbaşı və ya Kəlləqənd adlanan bir dağ silsiləsi mövcuddur. O da bu ərazilərin vaxtı ilə dağ olduğunu sübut edir. Braziliya yaylası da Cavan platformada Paleozo erasında formalaşıb. Ondan cənubda yenə bir ovalıq gəlir. O da La Plata ovalığıdır. Demək, La Plata ovalığı da çay çöküntülərindən ibarətdir. Parana çayının gətirdiyi materiallar, onun qollarının gətirdiyi materiallardan ibarət. Alluvial çöküntüdür. Cənubda isə Patagoniya adında bir düzənlik yerləşir. O da yayladır. Deməli, bir ovalıq Orinoco, bir yayla Gviana. Bir ovalıq Amazon, bir yayla Braziliya. Bir ovalıq La Plata, bir yayla Patagoniya. Demək, yaylalar və ovalıqlar bir-birini əvəz edir. Şərq hissənin tam düzənlik olması onun şərqdən heç bir litosfer tavası ilə toqquşma zonasında olmamasıdır. Amma Amerika platformasından söhbət getsə, o şərqdə Afrikadan ayrılır, divergentdədir. O da Atlantikin mərkəzi hissəsinə düşür. Demək, Amerikanın şimal ucqar nöqtəsi Qalnias burnudur. Ucqar cənub nöqtəsi, indi siz burada görmüşsünüz, biraz yuxarı qaldırım. Bir ada... Bir sual soruşa bilərəm. Əlbəttə. Biz siz keçdiyiniz dərsə, yəni bu mövzuda tam oxuyub öyrənə bilərik. Yəni, burada güvəndə yazılan orada da yazılıb, yoxsa? Yazılıbdır demək olar ki, yeni şeylərdir təxminən. Yəni... Mən çünki 10-cu sinifəm. 9-cu sinifin dərsliyi məktəbdən ala bilərəm də. Oradan bu onlayn açıb oxuya bilərsiniz əslində. Yəni, elə də çətin problem olmaz. Belə kitabı da alıb oxuya bilərsən. Güvəndən də oxuya bilərsən. Almışam kitab almışam. Oradan da baxa bilərsən. Ümumiyyətlə dedim ki, burada daha şəkillər üzərində və sair verilib. Yəni, həm geoloji xəritə, həm fizik xəritə. Güvəndə biraz xəritələrə sanki qənaət eləyiblər, elə bil az veriblər. Burada digər obyektlərin şəkilləri orada da var müəyyən dərəcədə, amma burada ardıcıldır da. Məsələn, Cənubi Amerikanı oxuyursan, Cənubi Amerikaya aid hər şey orada öz əksini tapıb. Demək, burada... Ona görə orada daha təbii. Bəli. Burada demək, cənubda 2 dənə əsas burun götürülür. Biri Horn burnudur, biri də Fjord burnu. Fjord burnu əsas hissədir, Horn burnu isə adadan hesab olunur.
Odlu torpaq adasının cənub hissəsi. Amma əsas özüdür də təbii ki. Şimaldan onu Panama bərzəxi ilə Şimali Amerika birləşsə də süni Panama kanalı ilə onu Şimali Amerikadan ayırırlar. Əslində onlar birləşmiş şəkildədir. Bərzəx iki quru sahəsini birləşdirir. Suyu ayırır. O da Panama bərzəxi ilə Şimali Amerikaya birləşmiş şəkildədir. Bunu qeyd elədik. Altiplano yaylası haqqında burada məlumat var. Ant dağlarının arasında yerləşir. Quraq iqlimi var. Çünki Amerikanın qərbindən həm soyuq cəryan keçir, həm də bu yayla dağlar arasında yerləşir deyə yağıntının düşmə ehtimalı azdır. Çünki okeandan gələn hava kütlələrinin dağlar bu əraziyə daxil olmasına imkan vermir. Burada Tepu iləri görürsünüz. Yəni ki, istəyirsiniz bunlar. Demək, kənarları dik, səthi isə hamardır. Əslində bu ərazilər daha hündür dağlar olub, sonradan parçalandı. Bir də Kəllə-Qəndə baxaq Braziliya ərazisində. O da burada yerləşir. Zirvəsinə asma kanat yolu çəkilib turizm məqsədi ilə istifadə olunur. Ki bu ərazilər dediyimiz kimi şahid dağlardır. Burada deyir Şimali və Cənubi Amerikanın relyefini müqayisə edin. Onların o dörd oxşar və fərqli cəhətlərini qeyd edin. Oxşar cəhətlərin deyə bilərik ki, məsələn, nələrdir? Hər ikisinin də qərbi geosinxron ərazidə dağlardır. Şərqi düzənliklərdən ibarətdir, doğrudur. Düzənlik. Sonra hər ikisi Vulkanlar var. hərəkət edir. Vulkanlar var. Fəaliyyətdə olan vulkanlar var. Və seismik fəaliyyətdə olan vulkanlar var. Ən yüksək zirvələri 6000-dən yuxarıdır. Bunda 6000. Müəllim, sonra qərbi seismik ola bilər. Bəli. Sonra şərq hissələr dediyi düzənliklərdən ibarətdir. Yaylalar və ovalıqlardan. Fərqli cəhətləri kimi nələr misal göstərə bilərik? Birinin qərbində cavan dağlardır, birinin qədim dağlar ola bilər. İkisində də qərbində cavan dağlardır. Sadəcə olaraq birinin qərbində Birinin qərbində Sakit okeandır, digərində Nazca havası ilə toqquşur. deyə bilərik ki, bəli, fərqli tavalarla toqquşa bilər. Nardiler amma müəllim bir tərəfi qədimdir daha. Deyə bilərik, yox, bir tərəfi orta əsasən dövrə aiddir, mövzuya aid. Faydalı qazıntılar Deyə bilərik, məsələn, fərqli cəhət kimi demək, bu ərazidə buzlaq mənşəli relyef formalarına daha az rast gəlinir, amma Şimali Amerikada daha çox. Sonra bunun şərqində qədim dağ silsiləsi olmamasına baxmayaraq, məsələn, Cənubi Amerikada yoxdur, sahil xətti nisbətən Şimali Amerikada qədim dağ silsiləsi var, Appalas dağları. Və yaxud deyə bilər ki, bunun sahil xətti nisbətən zəif parçalanıb, amma Şimali Amerikanın sahil xətti daha kəskin parçalanıb. Bu kimi fərqli cəhətlər qeyd eləmək olar, düzdür? Bəli. Sonra isə Afrika ərazisi. Gəldik Afrikaya, nəhayət, sonuncu. Gördüyünüz Oxşar cəhət olaraq onlara faydalı qazıntıları aid edə bilərik. necə? Oxşar cəhət olaraq onların faydalı qazıntıları deyə bilərik. Faydalı qazıntıları deyə bilərik ki, dağlar ümumiyyətlə filizdir. Düzənliklər əsasən yayladırsa, onlarda da filiz var. Məsələn, Cənubi Amerikada Braziliya dəmir filizi boksit, Gviyana boksit ehtiyatı ilə zəngindir. Ovalıqlarda neft ehtiyatları var. Yəni, bunları qeyd eləmək olar. Amma Ant dağları əsasən mis qurşağı yerləşir. Şimali Amerikada belə bir qurşaq mövcud deyil. Bu tip fərqlər qeyd eləmək olar. Demək, gəldik Afrikaya. Afrikanın şimal və qərb hissəsi necə Afrikaya aiddir? Alçaq. Şərq və cənub hissəsi isə necə Afrikaya aiddir? Yüksək Afrikaya. Təbii ki, biz fiziki xəritədən baxsa bunu aşkar şəkildə görə bilərik ki, onun şimal və qərb hissəsi açıq rəngdə təsvir olunub və ya yaşıl rəngdə. Şərq və cənub hissəsi isə qəhvəyi rəngdə təsvir olunub. Onun geoloji xəritəsinə baxsaq, Afrika Ərəbistan əsasən platformada yerləşir bu hissə. Onun şimal hissəsi və qərb hissəsi dediyi alçaq Afrikaya aid olsa da, Şimali Avropa ilə toqquşduğuna görə, Avrasiya ilə toqquşduğuna görə onun yeganə cavan dağ silsiləsindən məhz onun şimal hissəsində yerləşir. Hansı dağlar idi? Atlas dağları. Atlas dağları. Tubkal idi. 4165 metr. Malikidir. Amma bu heç də Afrikanın ən yüksək zirvəsi sayılmır. Afrikanın ən yüksək zirvəsi hansı dağdır? Kilimanjaro dağıdır. Nə qədər? 5895 metr yüksəkliyə malikdir. Afrikanın ən çökək yeri okean səviyyəsindən. Burada demək, Cibuti ərazisində bir göl var. Affar göl. Üzülürsən. Assal gölüdür. Onun ətrafı Affar çökəkliyi adlanır. -156 metr okean səviyyəsindən aşağıda yerləşir ki, Afrikanın ən çökək yeridir.
Ümumilikdə Afrikanın ən böyük əyilmə sahəsi Kongo çayı ətrafı ərazilərdir. Mərkəzi Afrika. Şimal və qərb hissə düzənlik olduğuna görə çökmə süxurlar üstünlüyü təşkil edir. Şimalda neft-qaz ehtiyatları var Liviya, Əlcəzair arasında. Atlas dağlarında fosforit ehtiyatı əsasən daha çox zəngin ehtiyata malikdir. Qərb hissədə Nigeriya kimi ölkələrin arasında, məsələn, Qvineya körfəzi sahillərində demək neft ehtiyatı mövcuddur. Amma şərq və cənub hissələri daha çox filiz ehtiyatları ilə məşhurdur. Mərkəzində yerləşən Kongo, Zambiya və Zimbabve dövlətləri arasında Ant dağlarında olduğu kimi mis qurşağı yerləşir. Dünyada əsas mis qurşaqları Ant dağlarında, bir də Mərkəzi Afrikada yerləşmişdir. Demək, Afrikanın şimal hissəsi isti və quraq iqlimə malik olduğu üçün gördüyünüz kimi səhralar tutur. Çünki tropik iqlim keçir buradan. Tropik xətt, tropik iqlim qurşağının yaranmasına səbəb olub. Bu ərazidə güclü fiziki aşınma, eol proseslər müşahidə olunur. Burada mövcud olan Axaqqar, Tibesti, Darfur kimi yaylaların üzərində şahid dağlara rast gəlinir. Yaxşı. Sonra bir də burada Misir ərazisində Kattar adında bir çökəklik var. Ola bilər ki, düşsün. -133 metr okean səviyyəsindən aşağıdan. Amma əsas Afar çökəkliyidir. Afrikanın şərq hissəsi dedik. Bir də qərbində Kamerun adında vulkan var idi. Onu əvvəllər vulkanlardan qeyd eləmişdik zaten. Şərq hissəsi nisbətən tektonik fəallığa malik olan bir ərazidir. Bildiyiniz kimi dünyanın ən böyük tektonik çat zonası məsələn Afrikanın şərqində yerləşir. Qırmızı dəniz sahillərindən Zambezi sahil dərəsinə qədər uzanır. 3000 kilometr şimaldan cənuba. Burada demək tektonik qırılma sərhədlərində yaranan ensiz dar çökəkliklərdə göllər yaranır. Nyasa gölünü, Tanganika gölünü, Rudolf misal göstərə bilərik. Bu göllər əsasən ensiz, dar və dərin olurlar. Tanganika dünyada dərinliyinə görə Baykaldan geri qalır. Dərinliyi 1470-dir, Baykal 1620. Belə ərazilərdə enmə sahələri Graben adlanır. Çökək ərazilər. Qalxma sahələri isə nə adlanırdı? Benzor məsəl Afrikanın şərqində yerləşir bu hissədə. Demək, burada yerləşən Efiopiya hündür ərazidir. Gələcəkdə ümumiyyətlə bu hissə qopacaq Afrikadan. Somali yarımadası yeni bir quru sahəsinə çevriləcək, müstəqil quru sahəsinə. Qırmızı dənizin Hind okeanına əlaqəsi genişlənəcək. Çünki Ərəbistan Afrikadan... Gələcək deyəndə nə vaxt nəzərdə tutursunuz? Məsələn, burada biz 1 il, 5 il nəzərdə tutmuruq da. Bəzən bu il tarix edib milyon ilə çata bilir. Çünki orada məsafənin nə qədər olduğu konkret deyilmir. Yəni, zaten bu uzaqlaşır. İldə 2,8, Afrikada ona yaxınlaşır 2 sm. Aralarında cəmi 0,8, amma əvvəl daha çox idi. 4,9 sm sürətlə Ərəbistan gedirdi. 1,9-dan Afrika. Aralarında 3 sm ildə fərq yaranırdı. Amma son qeydlərə görə aralarındakı sürət fərqi azdır. Bu da zamanla daha az, yəni uzaqlaşmasına gətirib çıxarır. Bir də gələcəkdə bu hissədə var Süveyş kanalı, Süni kanal, Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirir. Gələcəkdə o hissə Afrikadan Ərəbistan tamamilə ayrılacaq deyə həmin hissədə təbii əlaqə yaranacaq Qırmızı dənizlə Aralıq dənizi arasında. Belə, bayaqki şəkildə Asiyada var idi həmin hissələr. Düzdür, indi bir də istəsiz qayıdarıq ona baxmağa. Afrikanın cənubunda 2 dənə qədim dağ silsiləsi var idi. Biri Kap dağları idi, biri isə Əjdaha və ya xarici qüvvələrin təsiri ilə aşınmış, parçalanmış, dağılmış hissələrdir. Onların şəklinə baxaq. Burada... Hansı onlar? Necə? Cənubda dağlar. Bəli, onlar cənubda, qədim dağlar. Tam aydın Hansıdır? Kalxida, necə? Kalxida Gürcüstandadır. Başa düşmürəm tam nə deyirsən? Dediniz ki, Afrikanın cənubunda 2 dənə dağ yerləşir. Hətta onları qeyd etmək istirdim, çıxartan üzrə, nəyi yoxmayım. Qeyd elədik onu. Kapla hansı idi? Əjdaha. Drako. Cənubda eyni zamanda dünyanın ən böyük qum yığınlarından biri Kalahari səhrası yerləşir. Cənub Afrika Respublikasına düşür əsasən. Bu hissələri qeyd eləmişik, gördüyünüz kimi. Şimali Afrikada çay eroziyası azda, bilirsiniz, orada səhralar üstünlüyü təşkil edir. Böyük səhranı buna nümunə göstərmiyorlar. Əsasən çayların fəaliyyəti daha çox ekvator boyu ərazilərdə, Kongo çökəkliyində daha çox müşahidə olunur. Burada Horst və Graben'in forması göstərilib, Şərqi Afrika yayılası üçün. Gördüyünüz kimi burada Horstlar qalxan ərazilərdir, Grabenlər isə enən hissələr, aydın şəkillərin.
Yaxşı. Afrikanın ən yüksək zirvəsi Kilimanjaro dağı. İstəsəz şəklinə də baxa bilərik bir dənə. Bu Bir dağ. sual soruşa bilərəm. Buyur, əlbəttə. Nil çayının axma prosesini deyə bilərsiniz, zəhmət olmasa. Axma prosesi Cənubdan şimala deyil. əlbəttə cənubdan Yox. Bəli, cənubdan şimala. Düzü tarix dərsində də var. şimala istiqamət olaraq deyirsiniz. Bəli. İndi Nil çayını göstərirəm. Cənubdan şimala. Tam şəkildə, aydın şəkildə qeyd edirik. Deməli, Afrika ərazisində maqmatik metamorfik suxurlar çoxdur, bərk suxurlar. Çaylar üzərində çoxlu şəlalələr yaranır bunun sayəsində. Məsələn, elə Kongo çayının aşağı axarında 32 dənə ardıcıl şəlalə var. Onu kəşf edən İngilis alim David Livingstone'un səyyahı, demək, İngilis səyyah David Livingstone'un adından Livingstone şəlaləsi adlanır. Bu da gördüyünüz qədim dağlar olan hansı dağlardır? Kap və Əjdaha. Bu isə Kap verdi. İki tektonik qırılma hissəsi, bax bu bölgələr məhz ayrılır hal-hazırda Afrikanın şərq hissəsi. Bu real görüntülərdir, solda, sağdakı görüntülər. Belə, bu hissələr yəqin ki, mən elə bilirəm ki, hissələrlə bərabər tam şəkildə aydın oldu. Düzdürmü? Bəli. Aha. Nil çayı görürsünüz ki, hündür ərazidən quruda başlayır. Hansı istiqamətə doğru hərəkət edir? Şimala. Şimala doğru. Və hansı dənizə tökülür? Aralıq dənizinə. Aralığa. Bəli. Nilin əslində aşağı axarı buradır. Aşağı axar. Yuxarı axarı isə amma tarixdə bunun təsiri bilmirəm. Tarixdə Yox, tarixdə cənub hissəsini yuxarı götürüblər, şimal hissəsini aşağı götürüblər. bəli. Bu tarixdə biraz fərqli sayılır. Dediyim kimi tarix Misir ərazisinə görə demək Misir yuxarı hissəsi Aralıq dənizi sahillər sayılır. Yəni başlayır. Bəli. Yuxarı hissəsi, yəni şimal hissə, Misirin şimal hissəsi daha yuxarı tərəf. Düzdür? Bəli, bəli. Yuxarıya şimal deyirik. Aşağı hissəsi isə Misirin aşağı hissəsi isə onun hansı tərəfinə düşür? Cənub hissəsinə. Ona görə Nilin başlanğıc hissəsinə, mənsəbinə onun hissəsi deyirlər onlar. Bəli, bəli. Yaxşı. Bəli, bəli. Bu materiklər idi. Materiklərlə bağlı qeydlərimizi elədik. Gələn dərs keçirik. Azərbaycan keçdikdə biz mövzulardan da təkrarlayacağıq. Bir də Antarktidada qeyd edilmişdi. Vinson massivi ən yüksək zirvəsi idi. Transantarktik dağları ən cavan dağları idi. Və dediyi çox hissəsi buzun altında olduğuna görə onun relyefi haqqında hələ də o qədər də dəqiq məlumatlar mövcud deyildir. Yox. Yəni, bu Avstraliyanın ərazisindən boksit, uran ehtiyatlarının hasilatı burada özünü göstərir. Qırmızı dağda bayaq qeyd eləmişdik, Avstraliyada Uluru massivi. Aydındır, görməmişdik bu hissəni. Ki, bu hissə də demək öz əksini burada tapıb bayaq baxmadı ona. Yaxşı. Mövzu ilə bağlı bir problem varmı? Yəni anlaşılmayan bir şey varmı? Hə, bir şey qaldı ki, bayaq ki, Afrika 4 yarım kürədə yerləşir. Amma gözdürmü? 4 yarım kürədə yerləşir, amma niyə 4 yarım kürədə yerləşir? Onu sual verdiniz. Dedim, Afrikanın izah edəndə qeyd eləyərik. Afrikanın 4 yarım kürədə yerləşmə səbəbi təbii ki, budur. Afrikanın mərkəzindən hansı mühüm xətt kəsir? Ekvator. Ekvator. Əgər bir ərazini ekvator xətti kəsirsə, o hansı yarım kürədə? Şimalda. Şimal Və cənub. Aşağısı. cənuba düşür. Cənub. Düzdürmü? Əgər bir ərazini biz meridianı kəsirsə, Şərq-qərbə. onun əsas hissəsi şimal-şərqdədir. Deməli, bu hissə şərqdir. Bu hissə isə aydın Qrimvizdən solda olan hissə qərb düşür. Yaxşı, indi istəsəz belə ayrıca qərbə düşən hissəsində başqa cür çərçivədə ala bilərik. Demək, qərbə düşən əsas hissəsi buradır. Bu xəttdən, yəni sola olan hissələr. Qərb hissəsi buradır. Digər hissələr şərqdir. Cənub hissəsi bu hissədir. Qalan hissəsi şimal. Deməli, şimal-şərq hissəyə düşən ərazisi çox böyükdür. Digər hissələr nisbətən azdır.
Əslində o cənubda olub. Afrika vaxtı ilə hansı qədim quru sahəsinin tərkib hissəsi olub? Gondwana. Gondwana. Mərkəzi Gondwana. olub. Mərkəzi materik bu olub. Digərləri sonra bundan ayrılıb sonra. Yaxşı. Bizim testimiz var idi yoxsa Bəli, eksogen. Bəli. Eksogen. neçədə idi? Nə mənim? Səhifə neçədə idi? Səhifə 109. 109. 109. Bir dəqiqə. Üzrlə sayın məni. Ben kompüter adaptörünü gətirim. Çıxarıb hazırmış. Bir de biraz istirahat edin. Aha, buyurun. Müəllim, Fatmanın telefonda problemi var deyə mən yazmışdı, zəhmət olmasa. Bir iki dənə sual verdi ki, bunları müəllimdən soruşarsan da. Olar bir də onu deyim, çünki o buyur imtahan verəcək ona görə. Buyur tabii ki. O sualları ümumiyyətlə mesaj bölməsinə qeyd eləyin. Mən burada oxuyacağım hamısını. Mən oxumasam, biri elə güllə istəyirsən sən ya digər uşaqlardan kimsə qeyd eləsin. Yəni mən ola bilər üstündən keçərəm, sualları oxumaram. Mən qeyd edirəm, problem yox. Aha. Demək biz gəldik endogen, eksogen mənşələri ilə formaları. Düzdür mövzumuz? Bəli, bəli, bəli. Ultima 2 deyib, bir dənə 2, 17, 35, 48. 2, 17. Hissə deyərsən də 2. Suxurların fiziki aşınması daha sürətlə baş verir. Fiziki aşınma hansı ərazilərdə olur daha çox? Yəni ümumiyyətlə Səhralarda olur. yaranma səbəbi nədir? İsti və quraq iqlimdir, düzdür? İsti və quraq Səhralar. Gündüzlər çox isti olur, suxur istidən genişlənir, soyuqda isə sıxılma baş verir. Bu səhralarda olur. Niyə? Çünki səhralarda günəşin düşmə bucağı böyükdür. Ekvatora da böyükdür. Amma ekvatorda buludu var deyə günəşdən gələn şüaların qarşısı müəyyən qədər buludlar tərəfindən alınır. Üstəgəl gecə vaxtı yer sürətli soyumur. Çünki hava rütubətlidir, buludludur. Yerdən ayrılan istiliyin müəyyən hissəsini hava udur və yerin sürətli soymasına imkan vermir. Amma səhralar belə deyil. Buludsuz deyə gündüz günəş çox düşür. Gecə vaxtı da sürətli şəkildə yer səthi soyuyur və isti hava yerdən uzaqlaşır deyə çox soyuq olur. Yəni sutkalıq temperatur amplitudası dediyimiz. Yəni gün ərzində maksimum və minimum temperaturalar arasında fərq böyük olur deyə məhz fiziki aşınma baş verir. İstidən genişlənir, soyuqdan sıxılır. Bu da səhralarda baş verən bir təbiət hadisəsidir. Məhz bu səbəbdən daşlar kiçik-kiçik hissələrə bölünür. Yəni bir daşın tərkibi dəyişmir, amma quruluşu dəyişir. Forması parçalanan hissələrə bölünür. Sonra ikinci sualdan sonra kimin sual var? 17 dedi. 17. Ümumiyyətlə kiminsə sual varsa desin. Sən də arada Fatimənin suallarını dedin. 17. Hə, aldım. 17 məndə özümdə də var. Su eroziyasının ən Yazamamışam. yayıldığı ərazilər. Deməli su harda varsa orada olacaq. İndi sənə sual yazmamısan. Ərəbistanda su eroziyası ola bilər. Ola bilməz. Quraqlıqda. Ərəbistan getdi. Düzdür? Bəli. Kanadanın şimalı daimi donuşluq zonalardır. Burada su eroziyası güclü ola bilər. Məncə yox. Şimali Afrikada necə? Şimali Afrikada böyük səhra yerləşir. Böyük səhra. Məncə yox. O səhra çünki quraqlıqdır. Avstraliyanın mərkəzi. Olmayacaq. Elədiyi Avstraliyanın mərkəzinə yağış düşmür. Niyə? Çünki tropik iqlimdə yerləşir və Deyilər. okeanlardan uzaqdır mərkəzi hissəsi. Bu səbəbdən yağıntı almır. Çünki Avstraliya yeni il və uzunluğu bir-birinə bərabər olduğu üçün mərkəzi okeanlardan uzaq düşür. Sonra
Gəldik digər Cənub Cavab Şərqi verdi. Turan ovalığı. Turan ovalığı Mərkəzi Asiyada yerləşir. Mərkəzi Asiya okeanlardan uzaqdır və ətrafı dağlarla əhatələnib deyə yağıntı düşmür. O səbəbdən burada səhralar var. Qaraqum, Qızılqum. Deməli, bu ərazilər deyil. Cənub-Şərqi Asiya, İndoneziya, Malaziya əraziləri. Yəni, ekvatora yaxın ərazilərdir. Bol yağıntılı. Konqodur. Dünyanın ikinci ən bol sulu çayıdır. Çünki bura çox yağış yağır. Amazon isə dünyanın ən bol sulu çayıdır. Çünki bura çox yağış yağır. Və təbii ki, yağış yağan ərazilər çayların formalaşdığı ərazilərdir və nəticə etibarilə burada nə formalaşacaq? Su eroziyası. Sonra, yəni cavab oldu hansı variant? D var. D variantı oldu. Mən D ilə E arasında qalmışdım. Turan ovalığı ilə Kongo. Turan ovalığı Mərkəzi Asiyada su var. Mərkəzi Asiyadan oldu ona görə su. Asiyada su yoxdur təbii ki. Sonra. Buyurun. Heç kimin sualı yoxdur deyəsən. 48. 48. Əgər heç kiminin yoxdursa 48-ə qədər. Yəni Fatihə. 8. Yox, bir də 35. Ondan əvvəl 35-dir. 35. Aha. Bax bunu özün tap Kenan. Fiziki aşınma nə zaman çıxır? Orada üçüncü deyil. Üçüncü. 5 ilə Fiziki aşınma arasında çox fərq var. Çox fərq olur. Gündüzlər çox qızır, gecələr çox soyuq. Bəli. Bu da onun parçalanmasına gətirib çıxarır. Bu fiziki aşınmadır bəli. Olar da. Buna demək amplituda böyükdür də. Gündüz ilə gecə maksimal temperatur ilə 35 gecənin dərəcə fərq var. arasında fərq daha çoxdur bəli. Sonra hansı sual? 35-də D var. Necə? 35-də deyildi. 35-də 35-də deyildi. bəli, bəli dedi. Dedilər, uşaqlar dedi. Yəni 5 ilə 40 Sual soruşdu. temperatur fərqi var. Sonra hansı sual? 48. 8. 5 yasan yoxdursa 48. Hə, bu da sadədir əslində. Eol proses nəyin fəaliyyətidir? Eksoraziya nəyin fəaliyyətidir? D deyil orada. 46 deyil. 3 ilə 4. Bunların 3 dənə əsas fəaliyyəti var da. Barxan, Duyun, Qum təpəsi. Eksoraziyada buzlaqdır. Buzlaqlar iki cür təsir göstərir. Ya dağıdıcı təsir göstərir, ya da yaradıcı. Dağıdıcı olur ki, 46-ya fənilər baxırsan. yaranır. Karlar, Mənim 46-ya Mənim baxdım. 46, 48 dedi. 48 dedim. Ha, bu da çox sadədir. Əslində ola bilər. Bunun qaydasına aid sual qeyd olunmayıb. Amma bir dəfə izah eləsəm o dəqiqə başa düşəsiz. Akkumulyasiya Akkumulyasiya toplanması harda baş verir? Akkumulyasiya toplanır, yəni Ovalıqlarda, çökəkdə olan bir şeydir, yoxsa yüksəkdə? ovalıqlarda. Sökədik. çökəkliyə toplanır da. Toplamda yığılma. Deməli, akkumulyasiyanı soruşursa, vergişdirib 2 və 4. 2-4-ü seçəcək. Amma denudasiya dağlarda baş verir. O zaman əgər denudasiyanı soruşsa, 2 ilə Təpə üstündən. 2 və 4. Gördüm. dağlıq ərazilərdə denudasiya, ovalıqlarda, çökək ərazilərdə isə akkumulyasiya toplanma, yığılma baş verir. Sonra deyin, zəhmət olmasın. Buyurun. Yox. Bitti sual. Məndə yox. Başqa kimdə var? Mədinə bitirib. Məndə də. Məndə Məndə də də yox. yox. Bəs digər uşaqlar? Aylin, Almaz, Yox. Güllü, Məndə də yox. Yoxdur. Məndə yoxdur mənim. Nərmin. Nərmin buradasan? Mən. Ha. Nəzrin. Nəzrin bayaq qoşulmamışdın sən. Haradaydın? Mən kursdaydım ona görə. Ha, izaha Üzr baxar. istəyirəm, biraz gec gəldim. Sualların Başladım. narahat olma. Uşaqlar verdim mən. Xeyr. Yox. Çox sağ olun. Sual yoxdursa, bəs göndərdiyim testlər necə? Mən 4-ünü işləmişəm yəni. Mən də yarısını yazmışam. Mən hamısını işləmişəm. Yaxşı, onda bir soruşaq. Mənim 4-ünü yazmışam. Axır 2 yazdığımda 13 düzüm var idi 2 səhifə. Yaxşı, bir soruşaq. Yazmışam. Güllü yazdıqlarının testlərdən ümumi səhv düz neçə düz səhv oldu, neçə düz?
Mən ikisini yazdım. Çünki bu gün də 2-dən dalbadal kursum var idi. Bu 3-cü kursumda, yəni vaxtım qədər olmaz təhər atmışdı. Gəldim 2 dənəsini yazdım. 2 dənəsindən də 6 səhvim çıxdı. Onlara da yəni qayıtdan baxdım. Onun axırında onsuz da izah var da. İstəsən oradan da YouTube'dan girib baxa bilərsən. Bəli, oradan da baxdım. Aha, Bəli, müəllim, orada ətraflı oldu. yaxşı. O daha ətraflı. Mədinə, Müəllim 4-ünü yazmışdım. İlk ikisində 12 düzüm var, 3 səhvim var idi. Son ikisində də 13 düzüm, 2 səhvim var idi. Yaxşı yazmışdım yəni. yaxşıdır. Aylin, Məndə də 13 düzdür. aha. Bəs Mədinə qeyd elədik. Sonra Almaz, testi yaza bilmirsən? Bəli, müəllim 4 dənəsini yaza bilmişdim. 4 dənədən hər testdən nə qədər səhv eləmisən? Mən birinci testdən 4 dənə səhvim var idi. İkincidən 5 dənə falan. 5-6 dənə yəni ümumi çıxmışdı. Biraz litosferi təkrarlama. Materiklər yekunlaşsın. Azərbaycan keçəndə təkrardan yenə litosfer bölməsindən mövzular verəcəm. Birinci keçdiyimiz mövzuları bir-bir təkrarlayacağıq. Yaxşı, bəs Fatimə İslamova. Mənim mikrofonum xarab idi. Mikrofon işləmir. Səs Fatimənin səsi idi gələn. Yox, mən. Yaxşı. Suray. Mən hamısını işlədim. Ən az 2 dənə səhvim çıxdı. Bəzilərlə 2 dənə çıxdı. Hamısı yadımda deyil. Ən çox da 6 səhvim çıxmışdı birində. O da materikləri oxumamışdım elə səhər yazanda. Sonra oxudum. Sınav yazandan sonra oxudum ona görə. Ola bilər. Gərək axırıncısını göndərməyəydin materiklər olan sənin. Yaxşı. Həsən sən bəs? Mən 2 dənəsi çatdırıb işləyə bildim. Hərəsindən 2 dənə səhvim çıxdı. Yaxşı. Məncə o səhvlər elə də ciddi olmayıb çox güman. Bəli. Bəli, müəllim. Diqqət zəifi olub məndə. Yaxşı. Nərmin bəs? Mən çatıra bilmədim mən. Yaxşı. Boş vaxt tapan kimi sabahda onlar çalış işləyəcəklər. Mehdi? Mehdi buradasan? Mehdi deyəsəm kameranı, mikrofonu bağlayıb istirahət edir. Mehdi? Yaxşı. Nəzrindən soruşduq səhv eləmirəmsə. Onur? Vallahi mən yazdım, elə bir hamısı yanımda deyil də. Birindən elə bilirəm 11 idi, ikisindən 15 idi, birindən də 13-14 belə idi. Çalış elə hamısını 15-ə yaxınlaşdır. Yaxşı, Onurdan soruşduq. Suraydan soruşduq səhv eləmirəmsə. Tağzadə Rasim. Rasim atmışdı səhv eləmirəmsə mənə. Zahid, bəs sən necə? Yaza bildinmi? Sən biraz yeni qoşulmusan səhv eləmirəmsə. Müəllim, birisində 3 səhv, digərində 2 səhv. Sən yeni qoşulmusan da bizə elədir. Mən ya səhv eləyirəm. Aha, yaxşı. Müəllim. Sən birincidən qoşulmuşdun, yoxsa sonradan qoşuldun? Yaxşı. Yəni bəzən kitabdan baxdım. Aha, yaxşı. Əliyamin bəs bax kitabdan öyrənib sonra çalışıb yazmaq lazımdır. Əliyamin. Əliyamin. Buradasan Əliyamin. Əliyamin deyəsən burada deyil. Yaxşı, hələlik bəziləri düzdür. İndi müəyyən səhvlər olub. Yəqin ki, öz səhvlərinizi orada həm video izahda var, həm kitabda təbii ki, tapa bilirsiniz ki, hansı səhvlər. Çalışın, öz səhvlərinizi yadınızda saxlayın. Əsas insan gərək səhvindən öyrənir. Çünki bəzən bir şey səhv eləyib, onu yaxşı öyrənmədikdə təkrar həmin sual qarşına çıxanda yenə avtomatik o sual səhv olur. Bax, buna əmin ola bilər. Düzlər əksəriyyət təkrar işləyəndə də düz olur. Səhvlər adətən təkrar səhvlərə yenə səbəb olur. Ona görə çalışıb səhvləri mükəmməl öyrənmək lazımdır ki, bir də qarşımıza çıxanda problem yaranmasın. OTK sınaqlarından biz 1 ilə 2-ni işləmişik, düzdür? Bəli. Üçü də işləmişik. Digərləri İçində Azərbaycan mövzusu var idi. Yaxşı. İndi mən sizə bir dənə də sınaq atacağım. Orada birincisini işləyərsiniz. Yaxşımı? Oldu. Yəni sınaq, yəni qrupa atacağım 20 sınaq. Oradan həmin birinci sınağı işləyəsiniz. Hal-hazırda
belə başa düşürəm ki, bir sualınız, sözünüz yoxdur. Xeyr, mən. Bizdə yox. Bunda əgər sualınız, bir sözünüz yoxdursa, bir istəyiniz yoxdursa, burada sağollaşaq. Dediyim kimi, bu materikləri tam şəkildə öyrənin, hər birisinin relyefin və s. də geoloji quruluşu, ümumiyyətlə əraziyə görə çalışın, analiz eləyin ki, hansı hissəsi necə ərazidir, Davan dağlar niyə bu hissədə var, niyə digər hissədə yoxdur. Bu səbəbləri çalışın öz beyninizdə canlandıraraq öyrənin. Onda yaddan çıxmayacaq. Litosfer tavalarının hərəkət sxeminə baxın orada. Kitabın əvvəl hissəsində var. Yəni materikləri elə öyrənməlisiniz ki, həm yəni ki, ərazisinin üzərində olan relyef vahidlərini və müəyyən kəmiyyət göstəricilərini, dağların hündürlüyünü və s. ucqar nöqtələrini və s. ki, materiklərlə tam yəni işimiz bitməlidir. Yəni litosfer bölməsi gələn dəfəyə tam yekunlaşmalıdır. Heç bir çətinlik qalmamalı ki, Azərbaycanın fiziki xüsusiyyətlərini öyrənməyə çalışaq ki, Azərbaycanı öyrənəndə da materiklərdə ağlımız qalmasın, belə deyək. Amma dediyim kimi, Azərbaycanı keçəndə birinci keçdiyimiz dərs hansı ki, yerin planetar inkişafı, yerin daxili quruluşu və s. o mövzulardan tapşıracağım. Hər dəfə birini təkrarlayacaq. Yaxşımı? Siz öz qaydasını PDF-ni ata bilərsiniz qrupa. Nasıl? Öz qaydanız var, konspekt. Bəli, onu atmışım əslində. Bütün litosfer bölməsini çəkib atmışdım sizə. Bəli, mən var. Ola Sağ bilər. olun müəllim. Oldu. Sağ Sağ olun. olun. Salamat. Sağ olun. Sağ olun. Yaxşı. Oldu. Sağ olun, müəllim. Sağ olun. Sağ olun. Sağ olun. Salamat.